Deməli, proqrama necə giririk? Kompüterdə Google-un üzərinə basırıq. Baxın, açılan pəncərədə məndə artıq var. Hazır burada var Preply. Buraya yazırıq Preply. Gəldi. Aha. Mənim artıq hesabım olduğu üçün mən hesabımdan giriş edəcəm. Aha. Deməli, burada öz e-mailinizi yazacaqsınız. Aşağıda isə password kodunuzu yazacaqsınız, parolunuzu. Aha, daha sonra logini basıb əsas səhifəyə giriş edəcəksiniz. Açılan pəncərədə baxın, mənim dərs saatım bugün saat 20:00-da mənim müəlliməm dərs saatım var. Onu göstərir. Deməli, burada bir-bir göstərim. Baxın, bu home hissədir. Burada hansı müəllimlə tezliklə dərs almısınızsa, tezliklə dərsiniz olacaqsa onu göstərir. Daha sonra mesaj hissə var. Burada müəllimlərlə olan mesajlarınız, müəllimlərin göndərdiyi materiallar və yaxud da məsələn dərsi ertələməsi üçün sizə yaza bilər və yaxud da siz özlərinə yaza bilərsiniz ki, nəsə işiniz çıxar dərsi ertələmək barəsində. Daha sonra My Lesson hissəsində sizin gündəlik cədvəliniz gəlir. Gündəlik deməyək də, aylıq cədvəliniz deyək. Baxaq. Burada mənim, deməli, bunu silək. Aha, burada mənim 2 dərsim var. Həm ayın 28-nə, həm də fevralın 2-sinə. Hal-hazırda burada gördüyümüz isə past lessonlar, yəni keçmiş dərslərdir. Daha sonra gedək nəyə? Daha sonra burada, deməli, balans hissədə müəllimlə neçə dərs alırıqsa, gəlir bu balans hissəyə düşür. Bir dənə baxaq buna. Baxın, görürsünüz, mən Samanthadan bir dərs almışam. Bunu cədvəlləşdirməmişəm deyə, baxın, bunu kimi gəlib bura düşüb. Bunu da indi cədvəlləşdirsəm, o da gəlib, bax, bu səhifəyə düşəcək. Deməli, bu belə. Daha sonra, başqa nə deyim sizə? Başqa da ki, məsələn, müəllim necə axtarmaq olur? Find Tutor-a basırıq. Basaq. Daha sonra, baxın, belə bir pəncərə açılacaq. Belə bir pəncərədə burada bir-bir onları izah eləyim. Belə bir pəncərə açılacaq. Deməli, burada ingilis dili yazılıb, amma başqa dillər də gəlir. Yəni, istədiyiniz dili burada tapmaq mümkündür. Yəni, tək ingilis dili deyil. Bu dilləri göstərir, amma əlavə dillər də var. Yazdıqca bir-iki hərfin çıxacaq. Bu belə. Başqa, daha sonra qiymət aralığı. Qiymət aralığı 4 manatdan 68 manata qədərdir. 68 də deyil, 68-dən yuxarıda plus yazıb. Bunu üzərinə basıb sağa, sola etməklə qiymət aralığını özünüz müəyyənləşdirə bilərsiniz. Baxın, məsələn, tutaq ki, 22 manata qədər olan müəllimlər istəyirəm. Gördünüz, avtomatik gəldi. Bu belə. Daha sonra, üçüncü isə country, ölkə. Müəllimin ölkəsini seçirik. Məsələn, hansı ölkədən olmasını istəyirsiniz? Baxın, bu ölkələr burada yazılıb, amma yazılmayanları da siz buradan tapa bilərsiniz. Məsələn, tutaq ki, hansı ölkədən istəyirəm? Kanada. Baxın, üzərinə basan kimi qaraldı və Kanadadan olan müəllimlər gəldi. United, tutaq ki, Kingdom. Baxın, gördünüz. Bu belə. Daha sonra, bu available, bu şeydə boş olan vaxtınızı göstərir ki, siz nə vaxt boşsuz, nə vaxt da hansı saatlara istəyirsiniz müəllimi. Daha sonra, başqa nə deyim sizə? Aha, başqa, baxın, burada var. Deməli, burada only native speakerlər. Məsələn, tutaq ki, Nigeriyadan olan müəllimdir, ingilis dili tədris eləyir. Həmin müəllimi istəmirsiniz, istəyirsiniz ki, sırf native olsun. Tutaq ki, Amerikanlı olsun, Britaniyalı olsun və ya da Kanadalı olsun. O zaman bunu aktiv eləyirik. Bu belə.
Daha sonra başqa, aha, bu ramka nədir? Specialized. Burada deməli müxtəlif imtahanlardır. Məsələn, conversationaldır. Sırf conversation istəyiriksə, conversationda üzərinə tıklayırıq. Baxın, gördük. Daha sonra biznes var, IELTS var, iş intervyusu var, uşaqlar üçün var, hətta uşaqlar üçün belə, kidslər üçün belə var. Burada more yazıb, bu more aktiv eləyəndə eləmək mümkündür. Deməli, əlavə olaraq da TOEFL, daha sonra Duolingo imtahanı və bir neçə belə imtahanlardan var. Daha sonra bu also speak sözü, bu bilirsiniz nə üçündür? Məsələn, tutaq ki, rus sektoru olan bir tələbədir, ingilis dilini öyrənmək istəyir. Bu zaman bax bunu aktiv eləyə bilər. Tutaq ki, Azərbaycanlı bir müəllimi istəmirəm və yaxud da xarici bir müəllimi istəmirəm. İstəyirəm ki, məsələn, ingilis dilim mənə rus dilində başa salsın da, rus sektoru olan müəllim. Burada məsələn biz rus dilində aktiv eləyirik. Baxın. İstəyirəm ingilis dili öyrətsin mənə, amma həmçinin rus dilini də bilsin ki, mənə o ingilis dilini rus dilində tərcümə eləyə bilsin. Belə. Daha sonra başqa, buna baxım görüm bu nədir? Bu only super tutors, bir də professional. Bu da ki, nə bilim, elə belə bir şeydir, elə də belə wow bir şey deyil. Bunu tələbələrin rəyinə əsasən müəllimlər alır. Daha sonra əsas bax bu hissə. Əsas bu hissə lazımdır. Deməli, burada nədir? Bax, popularity. Müəllimin populyarlıq dərəcəsi, yəni ən çox tutaq ki, 2 həftə ərzində, nə bilim, neçə gün ərzində ən çox dərsi tələbələr hansı müəllimdən alıb? Bax, bu bunun ikinci popularity onu göstərir. Daha sonra ən bahalı qiymət, ən ucuz qiyməti olan müəllimlər. Bax, əsas nədir? Bunu ötüm, bunu deyim, daha sonra deyəcəm. Best rating, yəni reytinqi ən yüksək olan bu zaten rahatdır. Bu, bax, əsas olan bax budur. Bunun bir də üzərinə basım. Aha, gördünüz, aktiv oldu. Bu bilirsiniz nədir? Məsələn, tutaq ki, müəllimi seçirəm, Amerikalı və yaxud nə bilim fərqi yoxdur, United Kingdom olsun. Number of review, yəni şagirdlər həmin müəllimə rəy bildirir. Və rəylərin də əksəriyyəti, yəni həqiqəti əks elətdirir. Yəni bilmək olur da bu müəllim məsələn necə dərs keçib. Tutaq ki, nə bilim, şagird müəllim şagirdə IELTS-a hazırlayıb, gedib filan qədər bal yığıb, onu qeyd eləyir ki, həmin müəllimlə hazırlaşdım, kömək oldu mənə, filan qədər bal yığdım. Bax, belə rəylər çox olur və həmin rəylər də çox kömək edir müəllim tapmağa, düzgün müəllim tapmağa. Bax, bu belə. Daha sonra, burada deməli telefondan fərqli olaraq, telefonda bax bu işarə yoxdur. Deməli, burada nədir? Burada müəllimin adını axtarıb tapa bilərsiniz. Məsələn, tutaq ki, mənim bir müəllimim var, onu axtarım. Kanadalı deyil, ona görə çıxmadı. Bir dəqiqə. Deməli, baxın, yazdım ora, tutaq ki, Wisdom, düzdür? Müəllimin adını yazdım. Baxın, burada ancaq həmin müəllimlər çıxacaq. Bir dəqiqə. Tapdım. Düzdür, fərqli şeylərdə çıxır, fərqli adlarda çıxır. Amma yəni seçimlər azalır deyə. Tapdım həmin müəllimi rahatlıqla. Belə. Başqa, daha sonra nə deyim? Deməli, burada dərs necə almaq olar? Əvvəlcə dərs almaqdan danışaq. Elə bu müəllim üzərində izah eləyim. Deməli, məsələn, tutaq ki, müəllimi bəyəndim. Bu arada müəllimlərə baxanda belə bir səhifə açılır. Müəllimin üzərinə tıklayanda. Aşağıya baxırıq. Aşağıda rəylər yazılıb. Müəllim haqqında rəylər yazılıb. Nə qədər rəy yazıb şagirdlər. Bax, ona baxıb ona əsasən də müəllimi dəyərləndirə bilərsiniz. Ən azından sizə bir istiqamət olar. Daha sonra müəllimin introduction videosu olur burada. Baxaq. Hello, I'm Wisdom and I'm from Nigeria. I am an enthusiastic teacher for all ages with over 6 years of teaching experience. Belə. Məsələn də siz
qara müəllim istəmirsinizsə, Amerikalı müəllimlər də çoxdur burada. Ümumilikdə zaten 30 müəllim var. Bu belə. Daha sonra dərs necə alırıq? Hər bir müəllimlə abunə olmamışdan əvvəl trial dərs alırıq. Baxın, bax burada. Book trial lesson. Baxıram. Deməli, həmin müəllimlə bu vaxta qədər 2515 dərs verib həmin müəllim. Daha sonra 59 review yazılıb onun haqqında. 50 dəqiqəlik dərsi 7 manatdır. Baxaq. Trial üzərinə bastım burada. Açıldı. Baxın, burada cədvəldə boş vaxtlardır. Trial-ı 50 dəqiqə yox da 25 dəqiqə daha məsləhətlidir. Məsələn, tutaq ki, mən götürürəm ayın, nə bilim, birinə. Ataq ki, birinə. Saat görürəm. Bax, üzərinə, saatları, günlərin üzərinə bir-bir basdıqca, baxın, həmin müəllimin boş saatları ortaya çıxır. Baxın, görürsünüz, vaxtlar aşağıda dəyişir. Məsələn, ayın 3-ü ona götürürəm mən, tutaq ki. Continue-nu basıram. Bu arada baxın, burada 50 dəqiqənin üzərinə basanda da 50 dəqiqəlik trial gəlir. 25 dəqiqəlik də var, 50 dəqiqəlik də. Amma trial 25 dəqiqəlik daha yaxşı olur. Niyə? Çünki normal olaraq trialda müəllim dərs keçmir. Trialın pulunu almır deyə trial dərsi, yəni dərs keçmir. Sadəcə məsələn sizə metodunu tanış eləyir və yaxud da sizin səviyyənizi yoxlayır bu. Məsələn, tarixi seçdim. Ayın 3-ünə, saat 10-a. Continue-nu basıram. Bastım. Baxın, gəldi bura. Məsələn, tutaq ki, burada siz go to check out buna basırıq. İkinciyə. Baxın, gördünüz. Nə gəldi? Deməli, 4 manat 8 qəpik. Əslində müəllimin qiyməti 7 manat idi. Sadəcə mən 25 dəqiqəlik trial almaq istədiyimə görə, axı mən bayaq dedim, 7 manat müəllimin 50 dəqiqəlik dərsidir. Mən 25 dəqiqə almaq istədiyimə görə 4 manat ödəyəcəm. 4 manat 8 qəpik ödəyəcəm. Baxın belə. Deməli, buradan da confirm eləyirik. Mən indi eləməyəcəm, çünki ehtiyac yoxdur. Yəni mən almayacam dərs. Deməli, bunu confirm elədikdən sonra, gördünüz? Elədim, neysə. Aha, bu belə. Daha sonra başqa nə? Məsələn, bir də müəllimə necə abunə olmaq olar? Gəlin, baxaq müəllimə necə abunə olmaq olar. Aha, deməli. Oradan çıxmaq üçün My Lesson-a bastım üzərinə. Gəldim bura. Bu səhifə açıldı. Gördünüz? Daha sonra baxan müəllim bayaq aldığım dərs gəldi, düşdü. Bax My Lesson hissəyə. Müəllimin şəklinin üzərindən basıram. Açıldı. Daha sonra burada baxın bənövşəy deyil, pəmbə. Aha, Book Lesson olan hissəyə bastım. Açıldı səhifə. Gördünüz? Bax, məsələn, burada həftədə bir dəfə yazıb. Həftədə bir dəfəyə cəmi 4 dərs düşür. 4 dərsin qiyməti toplam 27 manat 20 qəpikdir. Bir dərsin qiyməti 6.80-dır. Bax, belə, özü hesablayır verir. Daha sonra 2 dərs istəyirsən, həftədə 2 dəfə dərs 8, ümumilikdə ayda 8 dərsdir, 54.40-dır qiyməti və bir dərsin qiymətini də burada yazır. Yəni, bunun hansını istəyirsinizsə, bax, məsələn, tutaq ki, 2 dəfəni seçək. Mənim indi balansımda pul yoxdur, mən ala bilməyəcəm. Aha, bunu bax belə. Hansınsa üzərinə tıklayıb, buradan continue to check out edib, daha sonra baxın, continue to check out edəndən sonra baxın, məbləğ yazılır burada. Burada kart bilgiləri olmayacaq sizdə. Siz elə confirm gələcək. Bax, bu işarə sizdə pəmbə gələcək. Üzərinə basıb təsdiqləyəcəksiniz. Bu belə. Daha sonra, indi nəyi öyrədəcəm? Dərsi necə reschedule eləmək lazımdır? Bax, bunu öyrədəcəm. Tutaq ki, bir dəqiqə.
Deməli, yenə my lesson olan, ümumiyyətlə belə deyim də, sizin cədvəliniz bax bu my lesson olan hissədədir. My lessona girdim. Yəni nə işiniz varsa bu my lessondan olan yerdədir. Deməli, cədvələ girdim. Baxıram, tutaq ki, ayın 29-u, düzdür? Baxın, bir şey deyim. Deməli, reschedule gördük. Üzərinə basıram. Baxın, nə yazıb? Deyir ki, 12 saat müddətində, yəni əgər dərsi dəyişmək fikrin var idisə, 12 saat bundan əvvəl dəyişərdin. Hal-hazırda dəyişə bilmərik. Bax, bunu deyir sizə. Yəni, əgər nəsə bir işiniz varsa, məsələn, bilirsiniz ki, tutaq ki, sabah nəsə bir işim var, harasa getməliyəm, axşamdan dərsi dəyişin, cədvəli dəyişin. Sonra səhərsi gün durub onu eləmək mümkün olmayacaq. Baxın, bax, belə bir ekran gələcək. Həmin halda da ya dərsi ləğv eləməlisiniz ki, onun pulunu almayacaqsınız, ya da confirm eləyəcəksiniz, o da müəllimə qazanc gedəcək, yenə onun da pulunu almayacaqsınız. Belə nəsə, məsələn, vicdanlı bir müəllim olsa, hə, dərsi özü reschedule eləyə bilər. Müəllim reschedule eləyə bilir həmin vaxt, amma siz eləyə bilmirsiniz. Tutaq ki, fevralın 2-si olan dərsim var. Bunu artıq mən reschedule eləyə biləcəm. Çünki dediyim kimi bir gün əvvəldən eləmək olur. Baxaq. Bu arada həmin proses çəkmədim bir dəqiqə. Aha, fevralın 2-si. Baxın, 3 nöqtə var burada. Düzdür? Üzərinə bastım. Nə yazılıb? Baxın, reschedule. Üzərinə bastım. Gəldi bu. Nə deyir mənə? Deyir ki, bax, müəllimin bu həftə içi, tutaq ki, bax, filan boş vaxtları var. Hansının ürəyin istəyir, seç. Tutaq ki, mənim ürəyim bunları bəyənmədi. Getdim o biri cədvələ. O biri həftəyə tutaq ki. Baxın, belə-belə yuxarıdan gedə bilərsiniz. Baxın. Tutaq ki, nə bilim, ayın 2-sinə olan dərsi keçirmək istəyirəm, ayın 11-inə. Üzərinə bastım. Bax, üzərinə basan kimi qaralır, avtomatik gəlir. Bax, burada düşür. Gördünüz? Bax, belə. Üzərinə basıram. Bunun da. Burada qaralandan sonra gəlib, bax, burada üzərinə basıram. Burada sizdən səbəb istəyir. Mən səbəbə normalda bir dənə bu, nədir bunun adı? Aranı buraxıram. Avtomatik gördünüz, bax, bu reschedule qızardı. Üzərinə basıram. Bu nədir? Aha, elandır. Aha, deməli, bunun üzərinə basıram. Dediyim kimi. Baxın, bu boş. Buna bastım. Reschedule yazdım. Gördünüz? We have rescheduled your lesson. Yəni, biz artıq dərsimizi başqa günə keçirdik. Baxın, bax, belə bir şey mümkündür. Daha sonra, başqa, balans, əsas balansdır. Deməli, siz, məsələn, bax, bayaq göstərdim, həftədə 2 dəfə var, 3 dəfə var. Onu aldıqdan sonra gəlir, düşür həmin dərslər bu balans hissəyə. Bax. Çalışdığınız qədər bu balans hissədə dərs saxlamayın. Çünki, baxın, mənim Samantha ilə bir dərsim qalıb, mənə bax, aşağıda nə deyir? Aşağıda mənə deyir ki, əgər fevralın 9-una qədər bu dərsi planlaşdırmasan, itbat olub gedəcək dərsin. Bax, ona görə mən bunu fevralın 9-una qədər cədvəlləşdirməliyim. Bax, yəni, fevralın 9-u 10-una keçdi artıq, bu blok düşəcək bunun üzərinə və dərsdən istifadə eləyə bilməyəcəm. Bax, belə bir şey var. Ona görə də nə edəcəm? Bax, müəllimin üzərindədir, gördünüz? Ramka. Basıram. Schedule lessons. Bastım. Bax, gəldi belə. Səhifə açıldı. Bir dənə əsas məqam nəyə toxunacam? Weekly lesson. Qəti şəkildə bunun üzərinə basmayın da. Qəti şəkildə. Arada dərsiniz gedəcək. Niyə? Çünki tutaq ki, weekly lesson seçəndə bu həftənin 2-ci günə dərs seçmişsinizsə, o gələn həftənin 2-ci günü eyni saatda avtomatik yenə sizə dərs düşəcək. Yəni, çox adam elə bir ki, bunu bilmədən eləyir. Siz buradan bax seçin. Single lessons. Bax, bunun üzərinə tıklayın. Bax, gördünüz, avtomatik rozvu gəldi bunun altına. Buradan, məsələn, tutaq ki, mən buranı bəyənmədim. Getdim bu birisinə.
ayın 10-u tutaq ki 14:00. Baxın gördünüz bir dəqiqə. Üzərinə basan kimi gördünüz bu qaraldı, avtomatik gəldi düşdü bura. Bax burada da schedule eləyim bunu. Всё, gördünüz? Ayın 10-u saat 2-də. Bax burada həmin dərs gəldi düşdü bura. Ayın 10-u saat 2-də. Bu belə. Daha sonra dərsə necə girmək olur? Dərsə deməli bir dəqiqə açılsın. Aha, dərsə girmək üçün baxın dərs vaxtı, sizin dərs vaxtı yuxarıda müəllimin balaca bir etiketi olacaq, yazılacaq join lesson. O pəmbə işarədə olacaq. Ondan da üzərinə basıb tıklaya bilərsiniz. Bir də əlavə olaraq my lesson hissəyə girib, bax burada da olacaq. Bu hissədə də olacaq həmin şey ki, join the lesson. Eyni şəkildə onun da üzərinə və pəmbə rəngdə olacaq o da. Onun da üzərinə basıb tıklayaraq dərsə girə bilərsiniz. Dərsə də girəndə avtomatik mikrofonu açır, daha sonra kameranı açır. Onları aktiv eləyib ondan sonra qoşulursunuz promoy dərsə.